70 dənə ailənin ərzaqları hazırlanıb, yüklənir Füzuliyə. Yəni Füzuliyə gedir hamısı 70 ailənin. İçində hər şey var. Çörəyi, yağı, piçenisi, unu, düyüsü, makaronu, paraşovu, reçkası. Yəni gördüyünüz kimi hər şey var. Ət 140 kilo ətdir, o da Füzulidən alınacaq. 350 kilo kartofdur, toyuqdur. Bir də ki, adı nədir, soğandır, 210 kilo. Onlar hamısı Füzulidən əlavə olunacaq. Yəni hər şey alınıb maksimum. Yəni gördüyünüz kimi tutar olunub, qalanları da Füzulidə yüklənəcək. Deməli 140 kilo ət, 350 kilo kartof, 70 dənə toyuq, 210 kilo da soğan Füzulidə əlavə olunacaq və 70 dənə şəhid ailələri, mülki vətəndaşları, müharibədən əziyyət çəkmiş insanlara paylanacaq. Gördüyünüz kimi mülki vətəndaşları da unutmamış. Dəstək olan bütün həkimlərə, dostlara təşəkkür edirəm. Var olun.